Qurum bəzi anaları günahlandırdı. Ev işləri görən zaman uşaqlara qarşı zərərli addım atırlar. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklik ediləcək. Report xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli qurumun keçirdiyi tədbirdə çıxış edərkən deyib. O qeyd edib ki, bununla əlaqəli beynəlxalq təcrübə əsasında dəyişiklik layihəsi hazırlanır. Gələcəkdə uşaqlarla bağlı oyuncaq, geyim və əşyalar tənzimlənəcək. Komitə nümayəndəsi bildirib ki, internetdə sərhədlərin olmaması zərərli informasiyaları da əlçatan eləyir. Bu məsələdə ən çox uşaqlar əziyyət çəkir. Uşaqların zərərli informasiyaya məruz qalmasında əsas məsələlərdən biri də internet asıllığıdır. Ev işləri ilə məşğul olan qadınlar uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri özünü göstərir. Yekunda uşaqlar ünsiyyətdən çəkinirlər.